Bizdə az müraciət olunan bir sənət cərəyanı haqqında danışaq, kubizm. İnsan düşüncəsi nadicdir, dəcəldir, islah olunmazdır. Mədəniyyət dediyimiz məfhum düşüncə dairəliyidir. Düşüncə daim gerçəkliyi dəyişmək istəyir. Gerçəkliyin alternativlərini yaratmağa cəhd edir. Sənət insanın alternativ gerçəkliyi yaratmaq yanğısı və bacarığıdır. Kubizm sənət anlayışı kimi fransız şairi Apollinerin müasiri Georges Braque'ın rəsmini kiçik kublar şəklində təsvir etməsi ilə başladı. Picasso'nun, Cézanne'ın öz rəsmlərindəki obrazları kürə, konus, silindir kimi həndəsi formalarla şəkilləndirməsi daha bir kubist başlanğıc idi. Fransız riyaziyyatçılarının təsiri ilə ortaya çıxan kubizmin adını rəssam Henri Matisse qoydu. İlk yazısını isə Mona Lisa tablosunun Louvre muzeyindən oğurlanmasında əli olduğu üçün həbs olunan şair Apolliner yazdı. Kubizmə qısa belə bir tərif vermək olar. Ağlın estetik gücü ilə duyğu yaratmaq cəhdi. Kubizm ağlın estetikasıdır. Estetik fikri geometrik ölçülərlə ifadə etmək özündən əvvəlki sənət düşüncəsini kökündən inkar etmək demək idi. Kubizmə qədər ki, rəsm əsərləri baxmaq üçün idi. Kubizmin əsərləri isə görmək üçün yaradıldı. Kubizm öz izləyicisini heyran etmək fikrində deyil, onu yaradıcı prosesə cəlb etmək fikrindədir. Bu mənada kubizmin tabloları həmişə yarımçıqdır. Bu əsərlərin tamamlanması onunla üz-üzə qalan tamaşaçının beynində başa çatır. Kubizmdən zövq almaq üçün ən azı Picasso'nun yarısı qədər rəssam olmaq lazımdır. Kubizm sənətdə sərhəd tanımır. Sənətdə formalizmə, estetik məqsədə, əmtəə dəyərinə və faydalılıq prinsipinə cəsarətlə meydan oxuyur. Avangard sənət bəsit və adi olan gerçəkliyin azadlıq mücadiləsidir. Kubizm Renesansdan impressionizmə qədər uzanan sənətin davamı olmaq istəmir. Özü gələcəkdə sənət olacaq hər şeyin başlanğıcı olmaq iddiasındadır. Kubizmdə əsas olan obyekt deyil, subyekt.